Mən də Azərbaycan Vətən Mühafizə İttihamları İctimai Birliyi Binəqədi şöbəsinin sədridir və biz zaman-zaman hər zaman bura gələndə bu kollektivdən qayğı görmüşük bizim qazilərimizə qarşı, veteranlarımıza qarşı. Ona görə bu Veteranlar Birliyinin idarə etdiyin qərarı ilə bugün bizim qazimizə göstərdiyi həssas və qarşıkeş münasibətə görə bir qrup xəstəxananın əməkdaşı Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi adına fərq fərmanları təqdim olunacaq. İcazə versəniz, girişə başlamamışdan əvvəl xanım Prezident Rıza Quyev Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi sədridir. Mən sədrin birinci müaviniyəm, Elman müəllim sədrin müavinidir. Əhli müəllim bizdə şöbə müdürüdür. İlham müəllim də Binəqədi şöbəsinin sədr müavinidir. İlham müəllim də həm döyüşçümüzdür, müharibəlidir, qazidir, həm də mətbuat xidmətidir. Yəni burada çəkilən çəkilişlər bizim saytımıza gedir. Yəni ki, etirazımız yoxdur. Yəni ki, məlumatımız olsun. Çox sağ olun. Şimdi Zabitlerden beri oldu. 44 kişi atamalı. Allah size can sağlığı versin. Şükür bu gün. Fəxr edirik. Allah sizlə. Allah sağ olsun. Amin Allah. Okumayı teşvik bir nokta. Azər veteranları, şəhid əllərinə və qazilərə göstərdiyi həssas və qarşıkeş münasibətə görə Azərbaycan Respublikası Səhiyyə Naziri Akademik Abdullayev adına Elmi Sənədlər Kardiologiya İnstitutunun baş həkimi, tibb bölümünə doktoru Azad Hacıyev Təltuğun, alındığı sədri, Füzuli Zədimiz, Azərbaycan Anadolu abla müalicə almışlar. Bəli. Səidə xanımızın sevgiləşimiz Allah Xanımız heç kəs müraciət eləməsin. Bu həstəliyin Zaten bir kollektiv. Arkada kod var kesin. Ardı gələcək inşallah. Bugün bu qazimizin müalicəsində xüsusi xidmətdə olan Kardiyoloq İnstitutunun həkim kardiyologu Sevda xanım Qarayeva təqdim edir. Bunlar hazırlardı, onu yapan ne oldu təqdim edir. Cevabı ne oldu? tanış olacaq inşallah. Bu personalın içərisində bu bizim qazimizə xüsusi diqqətlə götürən tim bacısı var. İradə xanım Qəsimova. Allah'ın size tebrik edirik. Sağ olun.